Qədirxum hadisəsi İslam tarixində ən böyük hadisədir. Quran nəzərincə də bu hadisə misli bərabəri olmayan bir hadisədir. Ona görə də Qədirxum bayramı ən böyük bayram hesab olunur. Bənzəri olmayan fövqəladə bir hadisədir Qədirxum hadisəsi. Qədirxum hadisəsində 120 min nəfər sahabələrdən iştirak edib. Heç bir hadisədə bu qədər insan olmayıb. Peyğəmbərin son həcci zamanı, son həcdən qayıdarkən bu hadisə baş verib. Bugün Qədirxum günü Quranın ən mühüm ayələri nazil olub Peyğəmbərə. Böyük bir əzəmətli insan izdihamı ilə Peyğəmbər hərəkət eləyir, Məkkədən çıxır, həccini bitirəndən sonra. Və yolda Peyğəmbərə bu ayə nazil olur ki, Ya eyyuhər rəsul bəlliğ mə unzilə iləykə min Rabbik və in ləm təfəl fəmə bəlləxtə risalətəhu. Buyurur, mənim Peyğəmbərim, sənə nazil olan insanlara çatdır. Bu sözü cəmaata de, əgər birdən bu işi görməsən, Peyğəmbərli işini yerinə yetirməmsən. Peyğəmbərli işin heç oldu, naqis oldu. Yerinə yetirilməmiş sayılır. İnsanların bir ucu gedib cöhvəyə çıxıb, cöhvəyə çatıb. Bir dəstəsi arxada qalıb, Peyğəmbər Qədirxumda dayandı, dedi, cöhvəyəcən gedib çıxanları çağırın, qayıtsınlar. İnsanlar toplaşdı bir yerə və çox isti bir gündür. Gün həddən artıq çox istidir və insanların əli yanır, torpağa əlini ayağını qoya bilmir, bir yerə parça salıblar, başlarının üzərinə parça salırlar. Peyğəmbər orada namaz qılır və bu tarixi xütbəsini danışır. O xütbəni mən oxumuram, təbii ki, vaxt çox aparar və həmin o çıxışın sonunda Peyğəmbər bu sözü deyir, Əlinin vilayətini elan eləyir. Cəmaatın içindən baxır, kimisə axtarır, Əli əleyhissalama işarə eləyir, Əli əleyhissalam gəlir ona tərəf, Əlinin əlindən tutub qaldırır, hətta deyir, qolunun altının bəyazlığı görsənir. Orada deyir, mən kuntu mövla, fəhaza aliyyum mövla. Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. Ondan sonra deyir, hər bir adam tək-tək gəlsin, Əli ilə əl versin, görüşsün və beyyət eləsin. Deyirlər, ya Rasulallah, bir neçə gün burada qalmalı olaraq, hamı əl-bəl görüşsə. Elə ümumi beyyət eləsə olmaz, deyir, yox. Hamı gəlib, əl verib, Əli ilə görüşməlidir. Neçə gün bu mərasim davam eləsə belə. Hətta qadınlar gəlsin, beyyət eləsin. Necə beyyət eləsin? Buyurur, teştin içinə su qoyun. Əli əleyhissalam əlini o suyun içinə salsın. Qadınlar da bu şəkildə əllərini o suya salmaqla Əliyə beyyət eləsinlər. Bu mərasim bitir, Quranın ən əzəmətli ayələrindən biri nazil olur. Əl-yəvm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rəzitu ləkumul İslamə dinən. Bugün dini kamil elədim. Dininiz kamil oldu. Bugün neymətimi tamamladım. Və bugün din olaraq sizin üçün İslamı bəyənib seçdim, İslama razı oldum. Və bu ayədə nazil olur. Əl-yəvm yəisəl-ləzīnə kəfəru min dinikum, fələ təxşəvhum vəxşəvni. Bugün artıq kafirlər sizin dininizdən məyus oldular. Bugün kafirlər naümid oldular. Və artıq onlardan qorxmayın, məndən qorxun. Allah buyurur, bugün ki Əlinin vilayəti elan olundu, artıq kafirlər sizin dininizdən məyus oldular, naümid oldular, onlardan qorxmayın, məndən qorxun. Bu ayənin üzərində danışacağım. Son ayə ki oxudum, onun üzərində. Nə vaxt din sığortalanır? Dinə zərbə dəymə ehtimalı yoxdur. Din qorunur, kafirlər dindarlara və İslama heç nə eləyə bilməzlər. Düşmən nə zaman dinə zərbə vura bilməz? O vaxt ki, bir cəmiyyət vilayətə bağlıdır. Allah dostunun, vəlisinin vilayətinə bağlıdır. Əgər bu baş verərsə, düşmən heç nə eləyə bilməz. Düşmənin əlindən heç nə gələ bilməz. Bir cəmiyyət ki, vilayətə sıx bağlıdır, vilayətə söykənib,
Vilayət nədir? Həmin imamət. Yəni Allah vəlisinin, dostunun imamətini, rəhbərliyini qəbul etmək. Buna deyirlər vilayət. Bir cəmiyyətin Quran məntiqinə görə qüdrətinin ən başlıca amili vilayətdir. Başqa məfhum yox. Cəmiyyətin sərvətə sahib olması qüdrət amillərindən biri ola bilər. Amma əsas amili deyil. Bir cəmiyyətin hərbi qüdrətə malik olması onun qüdrət amili sayıla bilər, amma başlıca amil deyil. Quran buyurur ki, vilayət elan edilən gün, bu ayədən yoxdur Quranda, bir dənədir. Bu ayəni heç yerdə deməyib. Əlinin vilayəti elan olunan gün, Quran buyurur ki, Əl-yəvm yəisəllədinə kəfəru min dinikum. Bugün artıq dinsizlər, kafirlər sizin dininizdən naümid oldular. Yəni, heç bir ziyan toxundura bilməzlər sizə. Cihad ayəsi gəlmişdi. Allah yolunda vuruşun. Onda bu sözü deməmişdi. Çünki vilayətsiz cihad da cihad deyil. Bugün dünyada cihad adı ilə baş verənləri görürsünüz. O vilayətsiz cihaddır. O zillət əlamətidir. O zəlillidir. O izzət verməz, qüdrət verməz bir cəmiyyətə. Namaz ayəsi nazil oldu, demədi ki, bugün kafirlər naümid oldular. Xums ayəsi, zəkat ayəsi heç birində demədi. Vilayətdir ki, sığortalayır bütün dinin hökmlərini. Vilayət bir yerə yığır, qoruyur, saxlayır. Qədir ayəsi açıq-aşkar bildirir ki, bugündən dininiz amandadır. Din amandadırsa, özünüz də amandasınız. Vilayətə sarılarsınızsa, əlinin vilayətinə möhkəm yapışarsınızsa bu vilayətdən, düşmən sizə heç nə eləyə bilməz. Qüdrətə çatarsınız. Heç vaxt zillətə boyun əyməzsiniz. Vilayət olan cəmiyyət zəlil olmaz. Mütləq izzətə çatar, mütləq qüdrətə çatar. Ondan sonra buyurur, fələ təxşəvhum, kafirlərdən qorxmayın, vəxşəvni, məndən qorxun. Bundan sonra mənlə sizin hesabınız açılır. Bundan sonra məndən qorxun, bu neymətin qədrini bilməsəz, özüm sizə bəla nazil eləyəcəm. Bu neymətin qədrini bilin. Özdə əl-yevm, yəni bugün. Bugün nə baş verdi Qədirxum günü? Peyğəmbər öz vilayətini göstərdi insanlara. Demir ki, kim mömindirsə, əli onun mövlasıdır. Demir, kim Allaha inanıbsa, əli onun mövlasıdır. Deyir, mən kuntu mövla, kimin mövlası mənəm, əli onun mövlasıdır. Yəni, kim məni ağalığa qəbul eləyib? Çox həssas bir gündür. Peyğəmbərin vilayəti imtihan olunur. Bu cəmiyyət ki, Peyğəmbər bunların içində bu qədər zəhmət çəkdi, onun Peyğəmbərliyini ola bilər qəbul eləsinlər. Peyğəmbərlik nədir? Peyğəmbərlik budur ki, Allah mənə deyir, mən də çatdırıram. Oldum Peyğəmbər. Bunu qəbul eləmək asandır, amma Peyğəmbərin ikinci vəzifəsi vilayətdir, yəni ağadır, rəhbərdir. Cəmiyyət ona itaət eləməlidir. Bax, bu cəhəti imtihana çəkilir. Bu cəmiyyət ki, Peyğəmbər neçə ildir bunlar Allaha dəvət eləyib, bunlar Peyğəmbəri ağa kimi qəbul eləyiblər, yoxsa yox, Qədirxum günü o imtihan olunur. Allah demir Quranda, mən kuntu mövla fəhazə aliyyum mövla, deyir, bəlliq mə unzilə iləykə min Rəbbik, sən denən ya Rasulallah, bugün sənin sözünlə imtihan eləyəcəm onları, görüm sənin ağalığı qəbul eləyiblər, yoxsa yox. Sən deyəcəksən, Quranda bu ayə olmayacaq, kimin mövlası Peyğəmbərdir, əli onun mövlasıdır. Sən denən, mə yantiqu anil həva, o özündən heç nə deməz. İn huvə illa vəhyün yuha, onun dediyi sözlərin hamısı Allahın vəhyidir. Allah imtihana çəkib, ağır imtihan idi o gün. O gün bəlli olacaq ki, Peyğəmbəri bunlar qəbul edirlər, yoxsa yox. Biz çox vaxt, keçən ildə mən bunu danışdım. Qədirxum günü, deyirik, əlinin vilayət günüdür. Mən deyərdim ki, Qədirxum günü Peyğəmbərin vilayət günüdür. Peyğəmbərin vilayəti əvvəl gəlir. Cümlənin əvvəlini biz yaddan çıxardırıq. Mən kuntu mövla, kimin mövlası mənəm. Fəhazə aliyyum mövla, əli onun mövlasıdır. Bu cəmiyyət məni qəbul eləsə, əlini qəbul eləyir. Əlini qəbul eləməməyinin mənası budur ki, yəni məni də heç bunlar qəbul eləmədilər.
Mənim də rəhbərliyimi, imamətimi qəbul eləmədilər. Soruşdu ki, mənim kim möminlərə özlərindən daha yaxın demir, kim möminlərin ixtiyar sahibidir? Dedim, mən özü cavab verdim. Mən möminlərin ixtiyar sahibiyəm. Ondan sonra bu sözü dedi. Heç vaxt belə soruşmamışdı. Heç vaxt belə danışmamışdı Peyğəmbər. Mənim rəhbərliyimi qəbul edirsinizmi? Dedilər, bəli, dedi, şahid ol Allahım. Dildə dedilər. Amma əməldə gördünüz neynədilər. Öz vilayətini elan elədi. Əlinin vilayəti Peyğəmbərin vilayətinin davamıdır. Burada imtihana çəkildi ki, görəsən bu cəmiyyət Peyğəmbərin rəhbərliyini qəbul edib, yoxsa yox. Kim qəbul edib, burada bəlli oldu. Qədirxum iki vilayətin günüdür. Əlinin vilayətinin elanı ilə Peyğəmbər vilayəti imtihan olunur. Əl-yəvm yəisəl-ləzinə kəfəru min dinikum. Bugün kafirlər dininizdən ümidsiz oldular. Əgər siz vilayətə bağlanarsınızsa, iqtidar sahibi olarsınız, qüdrət verər Allah sizə. Namazla, orucla yox, zəkatla, cihadla yox, xumsla yox, heç bir hökmlə yox, əxlaqla yox, başqa hökmlərlə yox. Qüdrətin amili Allah vəlisinə təslim olmaqdır. Allah vəlisinin vilayətini qəbul eləməkdir. Hətta bir cəmiyyət elmli də ola bilər, elm də təklikdə iqtidara çatdırmaz o cəmiyyəti, qüdrətə çatdırmaz. Qüdrətin bir amilidir, amma vilayət olmasa cəmiyyətin izzətli olması mümkün deyil. Düşmən müqabilində qüdrət verən amil vilayətdir. Quran açıq-aşkar bizə deyir ki, əgər vilayət olsa sizə heç bir ziyan dəyməyəcək. Heç kəs sizə hiss eləyə bilməz. Nə qədər gücləri var səfərbər eləsinlər, vilayət olacaqsa heç kəs sizə toxuna bilməz. Bu Quranın siyasi nəzəriyyəsidir. Bu ayə o nəzəriyyənin ifadəsidir, elanıdır. Vilayət olmasa, Allah vəlisinin imamətinə təslim olmasa bir cəmiyyət din də oyuncağa çevriləcək. Dinin də mahiyyəti qalmayacaq, ruhsuz bədən kimi olacaq, izzətə çatmayacaq cəmiyyət. Vilayət günü əl-yəvm yəisəl-ləzinə kəfəru min dinikum. Vilayət günü kafirlər sizin dininizdən namid oldular. Fələ təxşəvhum vəxşəvni. Artıq heç kəsdən qorxmayın, məndən qorxun. Yəni bugündən düşməndən qorxmayın, məndən qorxun. Bu vilayətin qədrini bilməzsinizsə, əgər özüm nabud eləyəcəm sizi, özüm məhv eləyəcəm sizi, özüm bəla nazir eləyəcəm sizə. Mədinənin küçələrində qan axırdı. Mədinə 3 gün namusu, malı, sərvəti cəmaatın halal oldu Yezdin qoşununa. Allahın bəlasıydı nazil olurdu. Allahın bəlasıydı. Əlinin vilayətinə sarılmasaz, heç kəsdən qorxmayın, məndən qorxun, özüm girişəcəm işə və bəla nazil eləyəcəm. Vilayətə sahib olmayan cəmiyyət zillətə məhkumdur, zəlilliyə məhkumdur. Hərrə hadisəsində 3 gün Mədinəliləri qarət elədilər. Peyğəmbərin sözündən çıxmağın, vilayət hökmünə tabi olmamağın məntiqi nəticəsi idi. Allahın əsas imtihanı ümmətə vilayət idi. Əgər bağlı olsaydı vilayətə zaval yox idi müsəlman cəmiyyətinə. Bağlı olmasaz özüm bəla nazil eləyəcəm. Necə ki elədi. Siz dünyaya bugün baxın, diqqətlə baxın, görün ki, düşmən, İslamın düşməni əsasən nə ilə dava aparır, nəyə qarşı vuruşur? Görürsünüz, dava vilayət davasıdır. Görürsünüz, kimlərin qanı axıdılır. İnsanları saxlayırlar yolda, etiqadın soruşurlar. Bilsələr ki, bu insan əlinin vilayətinə etiqadı var, qanını halal bilirlər. Bugün müxtəlif əqidələr, zahirən dini, dinsiz hamısı əl-ələ verib, məhz bu vilayəti hədəfə alıblar. Çünki bu vilayət hansısa bir ümmətin əlindən alınsa, vəssalam, din oyuncaqdır. O ümmətin heç bir izzətə çatması mümkünsüzdür, mümkün olmayacaq. Hər yerdə bugün bu vilayət hədəfə alınıb. Çünki Quran buyurur ki, kim hansı cəmiyyət vilayətə bağlı olarsa, o başucu olacaq.
Onu heç kəs məğlub eləyə bilməyəcək. Ona görə bir cəmiyyəti diz çökdürmək üçün həmişə düşmənin hədəf aldığı amil, dəyər məhz vilayət dəyəridir. Bunu çoxları başa düşmür. İnsanın Allah dostuna bağlanması, təslim olması bu vilayətin təzahürüdür. Bir yeri dağıtmaq istəyirsənsə, bağlandığı insana etimadsızlıq yarat. Ondan sonra orada heç bir dəyərdən əsər əlamət olmayacaq. Ona görə də ideoloji baxımdan hər cəhətdən məhz vilayət hədəf alınır. İstəyir qəbirləri ilə mübarizədən tutmuş, hərəmlərin partladılması, hərəmlərin dağıdılması, qəbir ziyarəti əleyhinə danışılan o boş cəfəngiyat sözlər hamısının arxasında cəmaatı vilayətdən ayırmaqdır. Çünki Allah Quranında buyurur: Əl-yevm yəisəl-ləzinə kəfəru min dinikum. Əgər vilayət olacaqsa, kafirlər seçinilə bilməz, toxuna bilməzlər. Siz qüdrət sahibi olacaqsınız. Amma belə olmazsa Allah buyurur, indi baxarsınız ki, mən intiqam alacağam. Mən bunu Məhərrəm ayında demişəm. Bunun üzərində düşünün, niyə İmam Hüseynin qatili Kufəllər oldu? Bəsrə də var idi. Bəsrəlilər də var idi. Şamlılar da var idi. Şamlılar əli ilə vuruşmuşdular. Bəsrəlilər əleyhissalama qarşıydılar. Niyə Allahın təqdiri bu oldu ki, Kufəllər gəldi İmam Hüseyni qətlə yetirdi və tarixin ən məlun lənətə gəlmiş qövmü Kufəllər oldu. Çünki Əlinin hökumətini görmüşdülər. Əlinin hökumətini görüb onun vilayətinə xəyanət elədilər deyə Allah gətirdi bir tarixi belə hadisələri belə düzənlədi, belə cərəyan elədi hadisələr ki, onlar tarixin ən böyük cinayətinə imza atdılar. Bu Allahın bəlasıydı. Vilayətin qədrini bilməyən bir xalq, vilayətə xəyanət eləyən bir xalq bu bəlaya məhkumdur ki, qanı Peyğəmbər balasının, əli qanı Peyğəmbər balasının qanına batar. İmam Hüseynə qarşı törədilən cinayət tarixin Quran məntiqinə, yəni din məntiqi ilə yanaşsaq ən qanlı cinayətidir. Bu cinayəti kimlər törətdi? Vilayətin qədrini bilməyənlər. Bu böyük bir dərsdir, böyük bir örnəkdir. Vəxşəvni, məndən qorxun. Əgər vilayətin qədrini bilməyəcəksinizsə, bəlaları özüm nazil eləyəcəm sizə. Sözümü yekunlaşdırıram, bugün çox danışmayacağım. Vilayətü Ali ibn Əbi Talib hisni, Allah buyurur. Fəmən dəxələ hisni əminə min əzabi. Əli ibn Əbi Talibin vilayəti mənim qalamdır. Kim bu qalaya daxil olsa əzabımdan amandadır. Kim istəyir dinini sığortalasın, mənəviyyatını sığortalasın, əqidəsini sığortalasın, təmiz yaşasın, şeytandan amanda qalsın, düşməndən amanda qalsın, Əlinin vilayəti mənim qalamdır buyurur. Kim bu qalaya daxil olsa əzabımdan amandadır. Günahlardan qorunacaq, düşməndən qorunacaq. Bu qaladan kənarda qaldınsa, namaz da sənə xeyir verməyəcək. Oruz da sənə, heç bir dinin hökmü sənə fayda verməyəcək, səni qorumayacaq əzabdan. Bu qaladır ki, bura daxil olandan sonra hər şeyi qoruyub saxlaya bilirsən. Allah qoruyur insanı. Keçmişdə bu misalı demişdik. Bir dəstə insan, bir alim bu misalı çəkir. Deyir, səfərə gedir, əgər sürücü əmin adamdır, yol tanıyan adamdır, salamat adamdırsa, sərnişinləri məqsədə çatdıracaq, sərnişinlərin davranışında nöqsan da olsa, sürücü əmin adamdırsa, onları aparıb məqsədə çatdıracaq. Amma sürücü yolu tanımırsa, xəyanətkar adamdırsa, başqa istiqamətə aparırsa, sərnişinlər nə qədər də yaxşı insanlar olsalar, davranışları müsbət olsa məqsədə çatmayacaqlar. Vilayət budur. Vilayət müqəddəratı əmin bir adama tapşırmaqdır. Ona bağlanmaqdır. Və ona bağlanmaq axırda səni islah eləyəcək, təmizləyəcək. Başqa bir misal çəkirlər. Deyir, dağa alpinistlər çıxır, görmüsünüz, iplə, kəndirlə bir-birinə bağlanıb çıxırlar. Vilayəti təbir eləyir, izah eləyir, deyir, vilayət həmin o kəndir kimidir. Hamını bir yerə yığır. Bir yerə yığır və eyni hədəfə doğru hərəkət eləyir. Birdən o kəndir qırılsa, insan nə qədər də güclü olsa, yuvarlanacaq aşağı, gedə bilməyəcək yolu. Onları bir-birinə bağlayan, cəmiyyətin fərdlərini bir-birinə bağlayan, eyni hədəfə hərəkət etdirən məhz vilayət amilidir. Və atəsimu bihablillahi cəmiən
Fəla təfərrəqu. Quran buyurur ki, Allahın ipindən hamınız möhkəm yapışın və dağılışmayın. Əleyhissalam buyurur ki, Ənə hablullah, mənəm Allahın ipi. Allahın ipi mənəm. Məndən yapışın ki, məqsədə çatdıra bilim sizi. O vaxt imtihan olundu, cəmiyyət, İslam cəmiyyəti imtihan olundu. Kim Peyğəmbəri qəbul eləyir? Orada bəlli oldu. Orada bəlli oldu ki, barmaq hesabı qədər insan Peyğəmbəri qəbul eləyir. Barmaq hesabı qədər. Əlinin əlindən tutub qaldıran kimi içəridə olan kinlər qaynamağa başladı. Bilirsiniz, nə düşmənçiliklər başladı? Onların gözündən kin tökülürdü, Peyğəmbərə baxırdılar. Elə ki, Allah əlini haqqın meyarı qərar verir. Elə ki, əlindən tutdu, qaldırdı, biri gəldi, dözmədi, dedi, doğrudan da bu Allahın hökmüdürsə, denən Allah mənim başıma daş salsın, burada ölüm. Peyğəmbər dua elədi və o baş verdi. Onda xanım Zəhra yaxınlaşdı əleyhissalama, dedi, ya Əbəl-Həsən, elə bilirsən bu bir nəfərdir bunların içində. Bunların çoxsu belədir. Bu bir nəfər dilinə gətirdi kinini. Bu bir nəfər ifadə elədi. Bu bir nəfər sadəcə bildirdi. O birlər ürəyində gəldilər, təbrik elədilər, amma o kini ürəklərində saxlayırdılar. Allah əlini haqqın meyarı qərar verib. Allah onu Peyğəmbər elan eləməklə bəlli oldu ki, bu cəmiyyət mən kuntu mövla, kimin mövlası mənəm, heç kəsin. Bu cəmiyyət Peyğəmbəri qəbul eləmirdi. Ağa kimi, rəhbər kimi qəbul eləmirdi. Bu Peyğəmbərin məzlumiyyət günüdür həm də. Bir alim deyirdi ki, Qədirxum günü Peyğəmbər buyurdu, beyyət eləyin, xəyanət elədilər. Aşura günü İmam Hüseyin dedi, beyyətimi üzərinizdən götürürəm, amma sədaqət göstərdilər. Bu iki günün fərqi idi. Bir yerdə deyir, beyyət eləyin, gəlin əlindən tutun, and üçün, sədaqət and üçün xəyanət elədilər. Tarixdə bircə dəfə olub imam deyək ki, gedin beyyətimi üzərinizdən götürürəm, amma sədaqət göstərdilər. Və Peyğəmbərin üzünə baxanların qəlbində olan kin Aşura günü ox şəklində oldu, gəldi sancıldı Peyğəmbər övladının qəlbinə. Tarixin ən böyük ibrətlərindən biri Qədirxumdur. Qədirxum sübut elədi ki, Peyğəmbərin yaratdığı cəmiyyət Peyğəmbərin ağalığını qəbul eləmədi. Ona görə də Əliyə beyyət eləmədi. Və ondan, o gündən də bu günə qədər o bəlalar davam eləyir. Və bəşəriyyət o zaman təkmilləşəcək, nə zamansa. İnkişaf eləyəcək, o səviyyəyə çatacaq ki, vilayəti başa düşsün. O gün bəşəriyyət xoşbəxt olacaq. İmam zuhuru deyirlər, imamın zuhuru o deməkdir. Ki, bəşəriyyət vilayətin nə olduğunu anlayacaq. Ki, insanlar Allah vəlisinə bağlanmadan xoşbəxt ola bilməzlər, saadətə çata bilməzlər. Allah o günü görməyi bizə nəsib eləsin inşallah. Allah bizi Əli ibn Əbi Talib əleyhissalamın vilayətindən ayrı salmasın inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fasalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.